hər vaxtınız xeyirli olsun. OTK-nın 9-cu sinif son sınavına düşən 54-cü test izahına baxırıq. Deyirlər burada, A, B və C çoxluqları ilk 120 natural ədəddən uyğun olaraq 3-ə, 4-ə və 5-ə qalıqsız bölünən natural ədədlər çoxluğu olarsa, ştrixlənmiş hissədə olan ədədlərin sayını tapın. Ştrixlənmiş hissə baxırıq ki, A ilə B-nin kəsişməsinə aiddir. Amma A ilə B-nin kəsişməsindən burasını boş saxlayıblar. Bura nəyə aiddir? Hər üçünün ortaq elementidir. Deməli, biz ştrixlənmiş hissəni tapmaq üçün A ilə B-nin kəsişməsindən hər üçünün ortaq elementini, hər üçünün kəsişməsini çıxmalıyıq. A ilə B-nin kəsişməsini tapmaq üçün eyni zamanda 3-ə və 4-ə bölünənləri tapmalıyıq. Bunun üçün də eyni zamanda 3-ə və 4-ə bölünənlər 12-ə bölünənlər deməkdir. 120-nin içərisində 12-ə bölünənləri tapmaq üçün 120-ni 12-ə bölürük. Elədi 10 dənə. İndi hər üçünə bölünənləri tapmaq üçün 3, 4 və 5-in əkübunu tapsaq 60 eləyir. Hər üçünə bölünənlər 60-a bölünənlər deməkdir. 120-nin içərisində 60-a bölünənləri tapmaq üçün 120-ni 60-a bölək. Bu da alınır 2 dənə. Onda nə edirik? Ondan ikisini çıxdıq. Qaldı 8 dənə. Deməli, sırf ştrixlənmiş hissəyə 8 element aiddir. Bunun izahı bu qədər. Sağ olun.